Nizami Gəncəvi İskəndərnamə poemasından Şərəfnamə hissəsi. Əsər klassik poemaların hər birində olduğu kimi ənənəvi girişlə, yəni Allahın, sonuncu peyğəmbərin təriflərinə yer verməklə başlamışdı. Minacata, peyğəmbərin miracına yer vermişdi. Bundan başqa əsərin əvvəlində Nizami Şərəfnaməni yazmaq haqqında fikirlərə, öz halına və zəmanənin gedişinə dair məsələlərə, öz nəfsinə, öyüd və nəsihətlərə, Xızrın Nizamiyə təliminə, Nüsrətəddin Əbubəkirin təriflərinə də yer vermişdi. Dastanın xülasəsi və İskəndərin Cahangirlik tarixi. İskəndər haqqında heç bir əsərdə tam dolğun bir məlumat olmadığından, hər köhnə nüsxədən bir əsas alaraq onu öz şeirləri ilə bəzəyib, Yahudi, Nəsrani, Pəhləvilərdən ən incə sözləri əlinə salıb, müxtəlif dillərdən çoxlu sözlər yığaraq bir əsər ortaya çıxardığını deyən Nizami əlavə edir ki, şeirimdən bəzəkli donu açsaydım, azacıq zəhmətlə yazsaydım, bu böyük Fatihin sərgüzəştindən bir vərəq yazmaqla bitirərdim. İskəndər yorulmaq bilmədən dünyanın dörd bir yanını gəzdi. Çayan adətinə hörmət göstərdi. İlk dəfə Yunanda qızıldan sikkəni o vurdu. Farscadan əlinə keçən hər bir əsəri Yunan dilinə tərcümə etdirdi. Qoca daradan taxta caldı. 20 yaşında şahlığa ucaldı. 27 yaş çatanda Peyğəmbər oldu. Peyğəmbər olandan sonra dünyanın abad elədi. Böyük şəhərlər saldı. Səmərqənd şəhərinə bir zivər bəxş etdi. Cənd şəhərini tikdirdi. Deyilənə görə Dərbəndi də o qurdu. Bulqar şəhərini də o bərqərar etdi. Yəcuc hasarını çəkdirdi. Həmçinin həndəsə elmini yaratdı. Bu elmin köməyi ilə dünyanın hər yerini ölçüb bitdi. Bu əsərin yazılmasının səbəbi. Nizami baharın gözəl çağında uca sərv ağacının altında oturduğu zaman saçları topuğa qədər tökülmüş bir gözəlin ona yaxınlaşaraq içi meylə dolu camı ona verməsini, içərək qəlbində nə varsa onu unutmasını dilə gətirir. Şair əvvəlcə Məxsənül Əsrarı, sonra Xosrov və Şirini, onu bitirib Leyli və Məcnunu, sonra isə Həft Peykəri yazdığını deyir. İndi isə İskəndər dövründən təbil vuraraq onun şan şöhrətindən yazmaq istədiyini deyir. Nizami qeyd edir ki, İskəndər dilli suyu üçün çox gəzdi, axtardı amma tapa bilmədi. Amma o vaxt axtardığını indi Şərəfnamənin bulağından tapdı və əbədi həyata yetdi. Dastanın başlanğıcı. Yunan ölkəsinin padşahlarından Feylaqus adlı bir şöhrətli şah var idi. Ona Rumlar, Ruslar itaət edirdi. Məskəni Yunanistan, doğma vətəni Makedoniya idi. Babası Eys ibn İzhaq idi. Feylaqus çox ədalətli hökmdar idi. Zülmün boğazına elə sıxmışdı ki, Dara həsədindən ona rəqib çıxmışdı. Buna görə də Feylaqusdan xərac istəyir. O da düşmən olmasın deyə xəracı göndərir. Çoxlu bəxşişlər göndərir. Dara düşmənlik yolundan əl çəkir. Amma İskəndər fəthə başlarkən Daraya nə dövlət qoyur, nə də dövran. Rumlular belə nağıl edirlər ki, çoxlu yoxsul, dindar bir qadın var imiş, hamilə imiş, imkansızlıqla yurdundan uzaq düşür. Bir xərabədə uşağını dünyaya gətirərkən, uşağın gələcəyini düşünə-düşünə can verir. Bu vaxt Feylaqus ova çıxmışdı. Təsadüfən gəlib xarabaya çatanda, ölmüş bir qadının başının üstündə bir uşağın barmağını sorub ağladığını görür. Qadını aparıb dəfn edirlər. Oğlanı isə götürüb gəlir. Özünə oğlumdur deyə vəliəhd edir. Nizami Zərdüşlərin və Firdovsinin əsərlərinə də nəzər saldığını, amma həqiqət olmadığını söyləyir. İskəndər haqda ən düzgün fikirləri bir qocanın rəvayət etdiyini deyir. Feylaqusun sarayında çox gözəl, qamətli bir gəlin azad yaşayırmış. Feylaqusun bu qadınla olan münasibətindən 9 ay keçəndən sonra padşah əmr etdi ki, münəccimlər gəlsinlər. Münəccimlər uşağın gələcəyinin nurdan da parlaq olacağını deyirlər. Uşaq dünyaya gəlir. Adını İskəndər qoyurlar. Feylaqus xələt, cəvahirat paylayır. Uşaq beşiyindən yəhərə atıldı. Dayadan oxşaman alıb, kağızı, ipəyi nişan aldı. Böyüyüb qılınc vurmağı öyrəndi. At minərək şəhriyarlıq, şahlıq eşqirən düşdü. İskəndərin təlim alması. Feylaqus öz oğlu ilə fəxr edirdi. Atalarının ağıllı övladdan başqa ən böyük istəyi nə ola bilər ki? İskəndərin təlim tərbiyəsi ilə Nüqumaş məşğul olurdu. Bu alimin oğlu isə Ərastu idi. Nüqumaş həm öz oğluna, həm də İskəndərə tərbiyə vermiş, illərlə onların əziyyətini çəkmişdi. İskəndər də heç vaxt Ərastudan ayrılmaz, bir yerdə qardaş kimi münasibət yaşayardılar. Ərastu bir qardaş kimi atasından öyrəndiklərini İskəndərə də öyrədirdi. Bir gün Nüqumaş İskəndərlə peyman bağladı ki, vaxt gələcək
bir şah olacaqsan. Hökmün, fərmanın hər səmtə gedəcək. Ona görə də hər işdə oğlumdan məsləhət al. Ağıllı, məsləhət qılıncdan kəskin olur. İskəndər də and içir ki, bir gün padşah olsam, Ərəstuyu özümə vəzir edəcəm. Hər işdə ondan məsləhət alacağam. Elə də edir. Ərəstu razılıq vermədən bir işə qol qoymur. Feyləqus dünyadan köçəndən sonra yerini oğluna verir. İskəndərin taxta çıxması. Rum şahı taxta oturan kimi ədli hər yerə səs saldı. Köhnə adətləri saxladı, keçmiş qanunlara üstünlük verdi. Daraya yenə də xərac verməyə davam etdi. İgidlər güclüdür deyə ondan qorxub çəkinirdilər. Kimsənin qəlbini incitməzdi. Tacirlərdən bac almadı, kimsədən xərac almadı. Hamı Rum elinə həsəd aparırdı. Hər işdə vəziri Ərastu ilə məsləhət eləyirdi. Onların bacarığı, hikməti dünyanı fəth etdi. Zənci qoşunlarının gəlməyindən İskəndərin xəbərdar olması. Səhər yeni açılmışdı. İskəndər şövkətli bir məclis qurub oturmuşdu. Padşaha xəbər gətirdilər ki, bir yığın məzlum Rum sultanından kömək istəməyə gəlib. Dedilər ki, zəncilər böyük bir ordu ilə Misri ələ keçirməyə gəlirlər. Zəncilər çox amansız idilər. Nə utancaq üzləri var idi, nə sevgi saçan gözləri. Əgər Rum şahı köməyə çatmasa, Misir, Rum, Əfrəncə onların əlində tarimar olub gedəcəkdi. İskəndər zəncilərdə hədsiz qoşun olduğunu eşidəndə qorxdu. Tez Ərastunu dəvət edib ondan kömək istədi. Vəzir məsləhət gördü ki, qalx, artıq bəxtini sınamaq vaxtıdır. Zəfər qazansan, Misirdə, zəncilər də sənə ram olacaqlar. Qoşun hazır olub Misirə çatdı. Zənci qoşunu İskəndərin qoşununu görüb qorxuya düşdü. Günəşin qızmar istisində, tozun torpağın içində döyüş başladı. Rum və Zəngibar vuruşdan yorulub axşamladılar. İskəndərin Zəngibar şahına xəbər göndərməsi. Zəncilər fillərlə Rum şahı da böyük ordu ilə üzdə gəldi. Təbillərin səsi aləmi bürüdü. İskəndərin yaxşı ox atıb qılınc vura bilən alim dostu var idi. Adı Tutiyanuş idi. İskəndər onu dəvət edib elçi kimi zəncilərin başçısı Zəngibar şaha xəbər aparmasını əmr edir. Tutiyanuş bir neçə nəfərlə Zənci padşahın hüzuruna gedir. İskəndərin güclü bir sərkərdə olduğunu, Zənci şahın inadından əl çəkib geri çəkilməsini təklif edir. Zənci şahı qəzəblə əmr edir ki, Tutiyanuşun başını bədənindən ayırsınlar. Əmri icra edirlər. Bir teşdə qanını tökürlər. Zənci şahı su kimi o qandan içir. Onunla gedənlər göz yaşı töküb bu xəbəri İskəndərə çatdırırlar. Dostunun günahsız yerə öldüyünü görüb, and içir ki, azğın düşməni məhv eləyəcək. Bu işdən Rum qoşunu qorxuya düşdü. İki ordu yenidən üz-üzə gəldi. Tutiyanuşun başına gələn Rum ordusunu ruhdan salmışdı. Vəziyyəti belə görən İskəndər vəzirini yanına çağırıb kömək istədi. Dedi ki, ortaya elə bir fikir at ki, ordum həvəslə vuruşsun. Ərastu cavab verir ki, zəncilər hər yeri tutsa, torpağı göylərə sovrarlar. Gərək onlardan bir neçə zəncini əsir götürəsən. Birini yerə yıxıb başını üzdürəsən. Yemək pişsin deyib mətbəxə göndərəsən. Gizlində aşpaza anladarsan ki, sümüksüz qoyun başını yüngülvarı bişirib gətirib qarşına qoysun. Dişləyib çeynəyib deyərsən ki, dünyada zənci ətindən ləzzətli ət yoxdur. İnsanın vücudunu saf-sağlam edir. Gərək dəmiri dəmirlə yumşaldaq. Vəzir necə demişdisə, İskəndər əmr etdi, elə də elədilər. Zəncilər İskəndəri belə görüb dedilər, biz bunu ipək sanırdıq, bu ki cod palazmış. Ertəsi günü yenə iki qoşun üz-üzə gəldi. Fillərin səsi aləmi bürüdü. Zəncilərin Zəracə adlı nəhəng bir pəhləvanı ortaya atıldı. Özünü öyməyə başladı. Rumlulardan neçə pəhləvan qabağına çıxdısa da hamısını məhv elədi. Beləcə 70 pəhləvanı qılıncdan keçirdi. Vəziyyəti belə görən İskəndər inamla özünü meydana atdı. Səracəni möhkəm bir qılınc zərbəsinə məhv etdi. Ondan sonra zəncilərin bir neçə pəhləvanı onun üstünə gəldi. İskəndər onları da öldürdü. Pələngər də Zənci şahına dəstək olmağa gəlmişdi. İskəndər Zənci şahı ilə döyüşə girdi. Qılınclar qalxanlar işə düşdü. Axşam oldu, döyüşü sabaha saxladılar. İskəndərin Zəngibar şahını məğlub etməsi. Rum qoşunu ilə Zənci qoşunu üzbəüz gəlir. İskəndər bu dəfə daha israrlı idi. Üstünə gələn Zənci şahını qılıncla iki yerə böldü. Zəncilərə köməyə gəlmiş Pələngər atını meydana sürür. İskəndər zəfər çalacağına inanaraq Pələngəri məhv edir. İskəndər əsgərlərinə hücum əmri verir. Zənciləri qırıb məhv edirlər. Rum əsgərləri zəfər bayrağını qaldırırlar. Həbəşlər Rum şahından aman dilədilər. Bunun müqabilində Həbəşlər İskəndərə böyük qənimətlər verdilər. İskəndərin Misirdən Ruma qayıtması. Rum şahı elə oradaca ona verilən xəzinənin çox hissəsini açıb payladı.
Yollar təmizləndi, köç təbli vuruldu. Misrə girərkən dəniz sahilinə endilər. İskəndər bayrağı yerə sancdı. O yerdə abadlıq bərqərar oldu. Həmin yerdə İskəndər bir şəhər saldı. Şəhərin adı onun şərəfinə İskəndəriyyə adlandı. İskəndər gəldiyi yollarla Roma geri döndü. Yunanlar ona afərin dedilər. Şərəfinə məclislər, şənliklər quruldu. İskəndər zəncilərdən aldığı sərvətdən başqa şahlara da hədiyyə göndərdi. Növbə Daraya çatdı. Onun üçündə atlar, qızıllar, növbə-növ parçalar, kənizlər, döyüşkən fillər göndərildi. Dara bunları görüb heç şad olmadı. İçində kin alovlandı. Elçilər xəbəri İskəndərə çatdırdılar. Rum şahının bu zəfəri dünyaya yayılmışdı deyə ona hər yerdən təbriklər gəlirdi. İskəndərin ovda xoş fal vurması. İskəndər zəncilərlə döyüşdən sonra istirahətə, meyə, işlətə meyl etdi. Gecə-gündüz həzin nəğmələr dinləyir, filosoflarla məsləhətlər edirdi. Ərastu və Əflatunla məsləhətləşirdi. Rum şahı zəfərdən sonra öz ordusuna güvənirdi və Daraya xərac verməyə dayandırmaq istəyir. Gənc yaşda ikən İranı fəth etmək fikrinə düşmüşdü. İranın fəthi üçün hazırlıq başlayıb yola düşürlər. Çoxlu şikar olan bir dağa rast gəlirlər. İskəndər iki kəkliyin bir-biri ilə savaşdığını görüb onları izləməyə başladı. Quşlar İskəndəri görsə də savaşlarına ara vermədilər. İskəndər quşlardan birini fal vurub bəxtinin falını ona bağladı. Digərini də Dara hesab etdi. İskəndər falını daşıyan kəkli Daranı yenərək mərdlik göstərdi. Şah buna çox şad oldu. Qalib quş uçub qayaya qonmaq istəyəndə bir qartal onu tutub başını üzdü. Şah biraz pərişan oldu. Amma qəlbindən qorxunu sildi. Orada bir uca dağ var idi. Nə dilək tutub soruşsan, qayadan cavab gələrdi. Bilici bir kəsə tapşırır ki, şahın bəxtini soruşsun. Həmin adam İskəndərin zəfər çala biləcəyini, Daranı məğlub edə biləcəyini soruşanda müsbət cavab gəldiyi üçün İskəndər bu faldan xoşal olur. İskəndər qərara gəlir ki, axı mən niyə Daraya boş yerə xərac verməliyəm? İskəndər adamlarının da fikirlərini öyrənmək istəyir. Ona deyirlər ki, bu döyüşdə tələsmə, qoy Dara özü sənə hücuma keçsin. Onun günü eş-işlətdə keçir. Xalqı da ondan narazıdır. Heç kim onu sevmir. Amma siz nəvazişli, tərbiyəli bir hökmdarsınız. İskəndərə bundan sonra hər işdə bir xeyir var deyib, fatihlik fikrinə düşür. İskəndərin güzgü qayırması. Həmin vaxt dünyada güzgüdən əsər əlamət yox idi. İskəndər öz qılıncında təsadüfən öz üzünün əksini görəndən sonra güzgü yaratmaq fikrinə düşür. Öncə qızıl, gümüşü qəlbə tökdülər, alınmadı. Sonra başqa cövhərləri yoxladılar. Nəhayət dəmri seyqənlə, yəni cilalayı parıldatmaqla güzgünü yaratdılar. Amma dəyirmi şəkil alana kimi surəti gah uzun, gah enli göstərirdi. İskəndər ilk dəfə güzgüyə baxıb özünə fəxr elədi. Şadlığından güzgünü öpdü. Dara elçisinin İskəndərin yanına gəlməsi. Günlərin bir günü Daranın sarayından İskəndərin yanına bir qasid gəlir. Qasid hər iki şahı öydü və Daranın əmrini İskəndərə çatdırdı. Xərac məsələsini yada salıb, nə üçün çoxdandır xəracın verilmədiyini, İskəndərin köhnə adətlərə niyə əməl etmədiyini bildirir. İskəndər əsəbləşib qasidə qəzəb dolu sözlər deyir. Bu qədər əskərim, qılıncım, taxtım ola, niyə xərac verməliyəm deyən İskəndər bildirir ki, dikbaş zənciləri məğlub etdimsə, İran mülkünü də viran edərəm. Daraya de ki, bu fitnəni coşdurmasın. Rum şahının dediklərini qasid Daraya çatdıranda o qəzəblənir. Başqa bir qasidə söhkən və bir çuval küncüt verib İskəndərin sarayına göndərir. Qasid gəlib baş əyir, Daranın verdiklərini ortaya qoyub deyir ki, Dara belə bir əmr edir ki, İskəndər uşaqdır. Bu top ona əyləncə olsun. Əgər mənimlə çarpışmaq istəyirsə, küncüt də göstərir ki, bundan da çox qoşunu onun qabağına çıxartmağa Daranın gücü var. İskəndər küncütü evə, eşiyə dağıdıb quşları səslədi. Saray quşları tez bir vaxtda küncütü yeyib bitirdilər. Rum şahı dedi ki, küncütdən çox olsa da Dara qoşunu mənim də quşlarım dənləyər onu. Qasidə üzəri dolu bir çuval verib göndərdi. Dara bu xəbərdən qəzəblənib Çin, Xorəzm, Qəzneyn, Qor mahallarından bir ordu düzəltdi. Qoşunun sayı 900 min oldu. Ordu Yunana doğru yol almağa başladı. Daranın İskəndərlə müharibəyə qoşun çıxartması.
Dara öz ordusunu Ərmənə çəkdi. Bir düşmən casusu İskəndərə xəbər verdi ki, Dara sərxoşdur. İskəndər hər bir dəfə basqın etsə, onu mülkündən çıxarar. İskəndər isə adi quldur kimi zəfər qazanmaq istəmir. Başqa bir casus xəbər gətirir ki, düşmən hədsiz ordu gətirir. İskəndər də cavab verir ki, bir qılınc 100 öküz bağrını dələr. Bir canavar 100 qoyundan qorxmaz. İskəndər durmadan Rumdan, Əfrənsdən, Misirdən, Rusdan əsgər toplayıb 600 minlik qoşun düzəltdi. Sonra çalğısız, içkisiz bir məclis qurub aqil insanlardan məsləhət aldı. Hər kəs eyni fikirdə olub Rum şahının qərarlarına sadiq olacaqlarına, onun uğrunda candan keçməyə də hazır olduqlarına söz verdilər. Daranın sərkərdələri ilə məsləhətdir. İskəndərin böyük qoşunla Daranın qarşılaşacağını düşünən Dara, onu necə məğlub etməyin yolunu düşünürdü. Fəribərz adlı bir igid pəhləvanı məclisinə çağırıb ondan məsləhət almaq istədi. Fəribərz Daraya deyir ki, ulu babamdan eşitmişəm ki, Keyxosrov dünyadan köçərkən Rum elindən bir nəfər çıxıb İran taxtını ələ keçirib Çayan taxtına oturacaq. Elə bəlkə o şəxs Rumlu İskəndərdir. Daraya məsləhət görür ki, inadından əl çəksin, müharibə etməsin. Dara bu sözlərdən qəzəblənir. Özünü nəsilli, nəcabətli İskəndəri isə dünənki uşaq hesab edir. Fəribərsi qocalıqda günahlandırıb, ona dilini dinc saxlamasını əmr edir. Fəribərs bağışlanmasını istəyir. Dara ilə onun istədiyi kimi xoşluqla danışır. Bu dəfə Daranın əməllərini tərif edir. Dara bundan xoşhal olur. Katibinə əmr edir ki, müşklə ipək gətirsin. İskəndər üçün bir məktub yazır. Dara imza atıb möhür basır. Məktubu İskəndərə çatdırırlar. Daranın İskəndərə məktubu. Dara məktubda geri çəkilməsini, əvvəlki qayda ilə xəracı verməyə davam etməsini deyir. Öz qoşununun əsgərlərini tərif edir. İskəndərdən zərrə qədər qorxub çəkinmədiyini vurğulayır. Daranın məktubunu İskəndərə oxuyurlar. İskəndər bundan da kəskin bir cavab məktubu yazılmasını əmr edir. Qasid yazılmış məktubu Daraya çatdırır. Daranın məktubuna İskəndərin cavabı. İskəndər də özünü öyür. Daradan onun ordusundan qorxmadığını deyir. Bildirir ki, sülh istəyirsənsə sülh edək. Bu qədər kinlə üstümə gəlib atamın mülkünü ələ keçirmək niyyətindən vaz keç. Dara məktubu oxuyandan sonra daha da çox əsgər toplamağa başladı. İskəndər də əsgərlərinin sayını artırdı. Musil deyilən yerdə, yəni indiki Dərzə və Fərat çaylarının arasındakı bir ərazidə iki ordu üz-üzə gəldi. Daranın İskəndərlə müharibəsi. Hər iki ordu döyüş yerinə gəlib üz-üzə dayandılar. Birinci başlamağa heç birində cəsarət olmadı. Nəhayət şiddətli döyüş başladı. Qəzəbli fillərin səsi meydanı bürüdü. Rumlular çoxlu itkilər verdilər. Dara əmr edir ki, ordusu hər yandan eyni anda düşmən üstünə hücuma keçsin. İskəndər də vəziyyəti belə görüb eyni əmri verir. Dara ordusundan bir pəhləvan İskəndəri xəncərlə yaralayır. İskəndər isə onu vurub yerə sərir. İskəndər bu döyüşdə özünə çox inanırdı ki, qələbə qazanacaq. Hər iki tərəf çox yoruldu. Əldən düşdü, axşam düşdü. Daranın iki sərdarı İskəndərin yanına gizlincə gəlib Daraya qarşı bir plan qurduqlarını dedilər. Onlar Daraya üzdə gülsələr də ürəkdə kin tuturdular. Onun zülmündən bezmişdilər. İskəndərə deyirlər ki, biz onu sabah döyüşdə öldürəcəyik. Amma bu şərtimizi qəbul edib xəzinənin qapısını üzümüzə açasan, bizi varlandırasan. İskəndər söz verib peyman bağladı. Əslində bu iki adama inanmırdı. Amma dovşanı öz yerinin tazısı tutar məsələni düşünüb özünü inandırdı. Hər iki tərəf növbəti döyüşə hazırlıq gördülər. Daranın sərkərdələri tərəfindən öldürülməsi. Gecə hər iki tərəfin əsgərləri səhərin açılmasını istəmirdilər ki, bəlkə hər iki tacdar inadından əl çəkib sülh bağlayar. Dara tərəfdən heç kim sülh tərəfdar olmadı. Səhər açıldı. Yenə qızğın və amansız döyüş başladı. Adam cəmdəklərindən dağlar ucaldı. Daranın döyüşdə yanına heç kim yanında heç kim olmadığı vaxt öz tərəfindən olan iki xain sərdarı onun üstünə hücuma keçib onu böyrünə yaraladılar. Dara qan içində atdan torpağın üstünə düşdü. Gəlib İskəndərə xəbər verdilər ki, biz dediyimizi elədik. İndi sən də dediyini elə. Bizi varlandır. İskəndər verdiyi peymana peşman oldu. O iki xain İskəndəri Daranın
vurduqları yerə apardı. Atından düşüb Daranın başını dizləri üstünə aldı. Əmr etdi ki, o iki nəfəri möhkəm saxlasınlar. İskəndərlə Dara bir xeyli söhbətləşdilər. Dara bir gün hər kəsin dünyadan gedəcəyini deyir. Öz taxtını, yerini İskəndərə verir. Üç şeyi istədiyini, yəni yerinə yetirməsini İskəndərdən xahiş edir. Günahsız yerə onu vuranları ədalətlə cəzalandırmasını, Kayan taxtını alandan sonra heç kimə ziyan verməyəcəyini və hərəmxanasına xüsusilə də qızı Rövşənəyə toxunulmamasını İskəndərdən istəyir. Dara öləndən sonra İskəndər onun üçün sabaha kimi göz yaşı tökür. Daranın dəfni üçün hazırlıq görülür. İskəndərin İran başçıları ilə əhd-peyman bağlaması. Dara öləndən sonra bütün var dövlət, xəzinə, ordu, silah, dəvələr, ərəb atların hamısı İskəndərə qaldı. İskəndər adına sikkə vurdular. İskəndər əhdinə, peymanına bağlı çıxıb xəzinəni İran xalqının üzünə açdı. Hər kəs İskəndərə alqış etdi. Daranı öldürən iki adamı xalqın gözünün önündə edam etdirdi ki, kim belə xainlik eləsə, cəzası bu cür olacaq. İgid Fəribərzi məclisə dəvət edib, ondan nə üçün illərcə Daranın zülmünə dözdüyünü soruşur. O isə cavab verir ki, nə qədər verdim, yenə də öz bildiyini elədi. Fəribərzlə İskəndər xeyli söhbət edirlər. Fəribərz ona məsləhət görür ki, Dara kimi olma, xalqı sev, hörmət elə ki, sən də xalqdan hörmət, sevgi görəsən. Daranın dövründə sənətkarlar öz sənətindən uzaq düşüb başqa işləri görməyə məcbur edilmişdi. İskəndərin əmri ilə carçılar xəbər verdilər ki, sənətkarlar öz sənətinə getməsə, yaxşı iş görsə belə, yenə də günahkar hesab olunacaqlar. İskəndərin İran atəşkədələrini dağıtması. İskəndər əmr edir ki, hər kəs atəşpərəstliyə üz çevirib, Xosrov dininə pərəstiş etsin. Atəşkədələrdə varlılar savabdır deyə öz mal mülklərini qoruyub saxlayırdı. İskəndər bu atəşkədələri dağıtdırdı. Muğların lazımsız adətlərini ləğv etdirdi. İskəndər əmr etdi ki, bu ölkə yalnız ulu tanrıya pərəstiş etsin. Azər Humayun adlı cadügərin evinin də kökündən yıxılmasını İskəndər əmr edir. Qız bunu eşidib özündən bir ot püskürən əjdaha yaratdı. Bunu İskəndərə çatdırdılar. İskəndər Bəlnası çağırıb bu işə çarə etməsini istəyir. Bəlnas bu gözəl qızı şöhrətdən, əfsundan ayıraraq bu işə çarə edir. İskəndərin İsfahanda Daranın qızı Rövşənəyə alması. İskəndər öz adamları ilə İsfahan şəhərinə gəldi. Daranın hərəmxanasına gözəl paltarlar, qumaş parçalar, dəyərli zinətlər göndərdi. İskəndər vəzirini Daranın evinə göndərir ki, gedib İskəndərin Daranın qızı Rövşənəyə almaq istədiyini desin. Vəzir gedir və Daranın həyat yoldaşı ilə danışır ki, Dara və İskəndərin arasında belə bir peyman bağlanmışdı ki, Rövşənək Rum şahının xanımı olsun. Həmişə müdafiə olunsun. Razılıq verilir. Rövşənək İskəndərin kəbirli həyat yoldaşı olur. İsfahanda onların möhtəşəm toyu olur. Anası qızına öyüd nəsihət verir, İskəndər Rövşənəyi gərdəyinə gətirib ondan kəm alır. İskəndərin İstəxırda taxta oturması. İskəndər İsfahanda deyil, Kəymərsin Keyqubadın taxta çıxdığı yerdə İstəxırda taxta oturdu. Artıq onun gəlişi ilə İran xalqının güzəranı çox yaxşılaşdı. İskəndər xalq qarşısında çıxış edərkən ona bir neçə sual verilir. İskəndər isə səbirlə, təmkinlə onları cavablandırır. İskəndərin hər bir diyara məktublar göndərməsi də alqışlanır. İskəndərin Daranın qızı Rövşənəyi Ruma göndərməsi. İskəndərin şöhrəti dünyaya yayılmış, əksər ölkələr ona xərac verməyə başlamışlar. Vəzirini çağırıb deyir ki, İran əlimə keçsə də, sonacan burada qalmaq istəmirəm. Gəzmək, dünyanı seyr etmək istəyirəm. Vəzir məsləhət görür ki, getsən, xəzinəni və Rövşənə xanımı Ruma göndər. İranda isə Rumlulardan kimisə başçı qoyub getmə, yoxsa ortaya çaxnaşma düşər. İskəndər razı olur, əmr edir, atlar hazırlanır. Vəzir və Rövşənək Ruma yola salınır. Rövşənə kamilə idi. 9 ay keçəndən sonra uşağı olur, adını İskəndərus qoyurlar. Ərəstu Rumda şah və vəzir işlərini icra edirdi. İskəndərusun tərbiyəsi ilə də məşğul olurdu.